bildiyiniz kimi bir çox xəstəliklər məhz qida borusundan və mədə bağırsaqdan yaranır. Bəs mədə bağırsağı necə gümrah saxlamaq, sağlam saxlamaq, immuniteti yüksək eləmək üçün nə etməli? Çox rahat bir üsul sizə resept verirəm. Yaxınlaşın. Qozun insan orqanizminə nə kimi faydası olduğunu bilirsiniz. Götürürsünüz 3-4 ədəd qoz və qaynar su əlavə edirsiniz və ağzını örtürsünüz. Səhərə kimi gözləyirsiniz. Baxın, bir neçə saatdan sonra belə bir mükəmməl şərbət əldə olunur. Nə kimi faydaları var? Ən çox da qadınlara, süd verən analar üçün. Zobun yaranması, zob varsa, mədə bağırsaqda bakteriyalara qarşı, yuxusuzluq, halsızlıq, yorğunluq kimi hallara bax bu möcüzəvi qozun şərbəti deyiləm əslində buna. Səhər ac qarnına qəbul edirsiniz. Qozun özünü mütləq yemək lazımdır. Məhz bu suyunu da içmək lazımdır. 15 gün için, 15 gün fasilə verin. Şəfanı verən Allahdır, sağlamlısın. Öz əlinizdədir. Allah'ın belə verdiyi gözəl nemətlərdən düzgün istifadə edin. Sağlam olun dostlar.